ki, dünyanın çok Müslümanları bunu hala qanmır. Bunlar başa düşmür ki, məsələ burada İranlıqdır. Bunların müharibəsi əslində İsrailin ərazisini böyütməkdir. Nildən Fərada qədər İsrailin ərazisini çoxaltmaq və qalan dövlətlərin isə İsrailin əlinin altında necə deyirlər, İsrailin vasitəsilə idarə etmək istəyirlər. Eyni zamanda İranı da, Türkiyənin də və digər dövlətləri də. Məhz buna görə, əgər bu günləri hamısı başa düşür, əgər İran onu eləməsə, udursa, bu ümumiyyətlə İslam dünyasının məhv deməkdir. Yəni, bütün dünya müsəlmanlarının məhv deməkdir. Nəinki müsəlmanların bütün Avrasiya qitəsini onlar zəbt edib və onlar İsrailin əlində bir oyuncağa dönəcəklər və bütün bunların